Azərbaycanda erkən nikahlar uzun illərdir sosial və hüquqi problemlərdən biri olaraq qalır. Ölkədə qanunla müəyyən olunmuş yaş həddi altında evlənmək qadağan olunsa da, cərimələrin tətbiqinə baxmayaraq hələ də bir sıra bölgələrdə və ailələrdə erkən nikah hallarına rast gəlmək mümkündür. Bu məsələ təkcə hüquqi deyil, həm də sosial, iqtisadi və psixoloji aspektləri ilə diqqət çəkir. Bəs qarşısı necə alınmalıdır? Cərimələr artırılmalıdırmı? Mövzu ilə bağlı missiyada danışan deputat Arzuxan Əlizadə bildirib ki, erkən nikahlar mütəmadi olaraq gündəmə gələn ciddi problemdir. Son zamanlar əvvəlkilərə nisbətdə azalma müşahidə olunmaqdadır əslində. Çünki bir ictimai qınaq var, eyni zamanda çox ciddi sərt tədbirlər də görünür qarşısı alınması üçün. Amma təəssüflər olsun ki, hələ də bu faktlığında qalır, hələ də xüsusilə də regionlarımızda erkən nikahlara girmə cəhdi müşahidə edilməkdədir. Deputat vurğulayıb ki, bu məsələdə əsas rol valideynlərin üzərinə düşür. Çünki valideyn razılığı olmadan erkən nikah mümkün deyil. Valideynlərin bəzən cahilliyi, cəhaləti bu məsələdə cəmiyyətdən gizlətməklə erkən nikahlara şərait yaratması faktları var. Və bunun qarşısı alınmalıdır bir mənalı olaraq. Mən hesab edirəm ki, təkcə qadağalarla, cərimələrlə bunun qarşısını almaq bir o qədər də doğru, düzgün deyil. Əslində bu təbii ki, cərimələr artırılarsa və daha sərt tədbirlər görülərsə, müəyyən qədər də qarşısını almaq olar, amma daha çox maarifləndirməklə bu məsələləri önləmək mümkündür, ictimai qınaqla önləmək mümkündür. Bu məsələdə cəmiyyətdə çəkisi olan şəxslərin mütəmadi olaraq maarifləndirmə işi aparması, münasibət bildirməsi, ictimai qınağı daha da gücləndirilməsi, istiqamətində işlər görülməsi vacibdir. Kütləvi informasiya vasitələrinin bu məsələdə rolu önəmlidir ki, mütəmadi olaraq məsələlər gündəmə gətirilməli, erkən nikahların fəsadları ilə bağlı məsələlər ictimaiyyətə çatdırılmaqla bu məsələləri önləmək mümkündür. Seyranə Quliyeva, Heydər Həsənli, Missiya TV.